rükudan qalxarkən əlləri sinədə tutmaq barədə. Rükudan qalxarkən bilirik ki, bu barədə alimlərin iki rəyi var. Bütün alimlərin də dayanacağı bir hədis var. Eyni hədisdir. Hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm namazı barəsində gələn vaxt deyir ki, o rükudan qalxan vaxtı əvvəlki heyətinə qayıdardı. Yəni əllərini əvvəlki kimi eləyərdi. Bəzi alimlər deyirlər ki, bu namazdan əvvəlki halına aiddir. Namazdan əvvəldə insanın əlləri yanda olur. Bəzi alimlər də deyir ki, bu rükudan əvvəlki halı. Rükudan əvvəli əlləri sinədə olduğuna görə Peyğəmbər sallallahu əleyhi və səlləm də onu qəsd edir ki, rükudan sonra da əlləri sinədə olmalıdır. Eləcə də müasir alimlərdən İbn Baz rahimehullah o rəydədir ki, əllər rükudan sonra bağlanmalıdır. Amma Albani rahimehullah o rəydədir ki, rükudan sonra əllər açılmalıdır. Bu rəydə doğru rəy nədir? Doğru rəy Allahın izni ilə rükudan sonra əllərin açılmasıdır. Bunu da qeyd edim ki, Şeyx Albani rahimehullah hətta əllərin bağlayanı bidət görür. Bilir ki, bu məsələ ixtilaflıdır, fiqhdə olan ixtilafdır. Bu insanı bidətçi və s. elə bilməz. Sadəcə əməlin sünnədə gəlmədiyinə görə İmam Şeyx Albani burada bu əmələ bidət deyir. Yenə deyirəm, əməl fiqhi ixtilafdır. Burada başqa bir məsələ var ki, bəzi kəslər buna xilaf olur. Bəzən olur ki, qardaşlardan kimisə görürsən ki, rükudan sonra əllərini bağlayır. Bəzən görürsən, əllərini açır. Dedik ki, doğru rəy əllərini açmaqdır rükudan sonra. Yaxşı, o əlləri bağlayan qardaşlara biz təkfirçi deməyimiz, xavaric deməyimiz düzgündürmü? Əlbəttə, o əməlin etdiyinə görə ona təkfirçi demək düzgün deyil. Sadəcə burada bir məsələ var. Bəzən qardaşlar qarışdırırlar və ya təkfirçilər özləri bir şübhə atırlar ki, yəni bir fikri məsələyə görə, alimlərin belə dediyi fikri məsələyə görə, biz onu tətbiq etdiyimizə görə siz bizə xavaric deyirsiniz. Yəni əllərimizi bağladığımıza görə bizə xavaric deyirsiniz. Amma biz deyirik ki, xeyr. Azərbaycanda əhlüsünnə rükudan sonra əllərini açır. Azərbaycanda əhlüsünnəyə xilaf olmaq istəyənlər namazda sırf bu əməli getirib onunla xilaf olurlar. Yaxşılar istisna. Yəni təkfir fikrinə düşməmişlər istisna. Bəziləri olur ki, o rəyin tam dəqiqliyin öyrənib özü o hədisə əməl eləyir. Onlar istisna. Söhbət təkfirçilərdən gedir. Təkfirçilər gəlib sırf əhlüsünnəyə, sələflərə ixtilaf olmaq üçün əllərin rükudan sonra bağlayırlar ki, yəni biz daha üstün rəydəyik, biz daha doğru yoldayıq. Bu daha doğru yol söhbət deyil. Yəni onların elə elmi də yoxdur ki, araşdırsın, tapsın. Sadəcə sələflərə xilaf olması üçün, yəni biz əgər əllərimizi bağlasaydık, onlar açacaqdı. Yəni sırf xilaf olmaq, seçilmək üçün belə edirlər. Bunun dəlili nədir? Başqa ölkələrə baxmışam, başqa ölkələrə gezmişik və bir getdiyimiz ölkələrdən birində gördüm ki, qardaşlar hamısı, sələfi qardaşlar hamısı rükudan sonra əllərini bağlayır. Mən də onlara tabi olmaq üçün onlarla bir yerdə əllərimi bağladım rükudan sonra. Baxmayaraq ki, mən əllərin açılma rəyinin daha doğru olduğu rəydəyəm, onu üstün görürəm. Mən də əllərimi bağladım. Və namazdan sonra soruşdum. Dedim ki, siz bu rəydəsiniz. Dedi ki, bəli, biz bu rəydəyik. Dedim, bəs bəzilərini gördüm ki, onlar əllərini açırlar. Dedi ki, onlar təkfirçilərdir. Fikir verirsiniz. Yəni, təkfirçilərin məsələsi namazda eyni olmaq deyil. Fikirdə eyni olmaq deyil. Namazda təkfirçilərin məsələsi bizə ixtilafda eyni olmaqdır. Biz nə edəcək? Onun ixtilafı əksini eləyəcəklər. Eləcə də rafisilər olsun, biz nə edirik onun əksini eləyəcəklər. Eləcə də nurçular, sufilər və s. Biz nə etsək, yəni sələfə uyğun, sünnəyə uyğun nə etsək, onun əksini etməyə çalışırlar ki, biz onları bizdən fərqləndirən bir şey olsun. Ona görə də biz demirik ki, Azərbaycanda və s. hər hansı bir yerdə əllərini rükudan sonra bağlayan bidətçidir. Xeyr, demirik. Biz deyirik ki, bizə xilaf olması üçün bağladıqlarına görə onlar bidətçidir. Yəni deyirik ki, Azərbaycanda əhlüsünnə arasında namazda rükudan sonra əllərin bağlayanların 99% təkfirçilərdir. Yəni fikirləri təkfirçidir.
Onlar ona görə bağlılar ki, bizə xilaf olsunlar. Əllərin rüküdən sonra bağladıqlarına görə biz onlara təkfirçi demirik. 1% var ki, onlar təkfirçi olmayaraq orayı üstün görüb oraya eləyirlər. O qardaşlarımıza nəsihətimiz odur ki, bəzi belə incə məsələlər var ki, o məsələdə çalışsınlar, xilaf olmasınlar. Çünki bu məsələdə ümmətin, bir bölgədə olan ümmətin ittifaq etdiyi məsələdir, ora xilaf olmasın. Daha doğrusu Allah bilir.